Salam, hörmətli izləyicilərimiz, xoş gördük sizləri. Çoxlarının arzuladığı şəxsi ev sizin üçün təqdimat edirik. Masazır qəsəbəsində şəxsi ev 4 sot torpaq sahəsində obyektə yararlı. Hörmətli izləyicilərimiz, ətrafı göstərmirəm, amma kim real olsa gəlib ətrafı da görə bilər. Kupcalı, paket kupca 4 sotda, 3 otaq, 5-6 daş kürsülü həyət evimiz qəşəng. Obyektə yararlı elə ölçülüb biçilib hesablanıb ki, buradan 3-4 ədəd obyekt salmaq mümkündür. İşlək yoldur, asfalt yoldur, görürsünüz hörmətli izləyicilərimiz. Darvazası var, qəşəng evimiz. Şəxsi tikili, öz sahibi tərəfindən tikilib. Keyfiyyətli şəkildə özü də, hörmətli izləyicilərimiz. Həyətimizə daxil olduq. Evimiz 6 daş kürsü üzərindədir. 1 mərtəbə, super görkəmə malik. Həyət evimiz bağlı, bağatlı. Həyətdə qəşəng öküzrəyi, gilas, vişnə ağacı, gül çiçək, metlaqla üzlənmiş həyəti rahat 5-6 maşın, bəlkə də 8 maşın həyətinə daxil ola bilir. Əsas odur evin texniki pasportu, kupcası, fərdi yaşayış kateqoriyalı, ipoteka, bank şərtlərinə uyğun şəkildə, gül çiçəklər öz yerində, şəxsi sahibi özü yaşayır, evin 4 tərəfinə hərəkət edirsən. Həyətində 2 tonluq ehtiyat su çəni və 1 ədəd sanitar qovşaq, evimizin isti sistemi, kombi, qaz, işıq, su, hər bir şərait var, kombisi burada. Evin arxa tərəfinə də keçirsən. Zirzəmi var, metr yarım hündürlüyündə. Artıq əşyaları, istifadə olunmayan əşyaları yığmaq mümkündür. Evimiz super təmirli, geniş 3 otağa malik, sanitar qovşaq, giriş salon isə mətbəx. Gözəl, super təmirə malik evdir. Özü tərəfindən tikib, bünövrəsi 50-nin 60-a, 40-ın 40-a üstə payasa kəmər gedir. Buradan da evin arxasına keçmək olur. Vişnə ağacı görürsünüz. Bax, gətirib burada geniş həyət. Görürsünüz, hörmətli izləyicilərimiz. Çox geniş. Burada qəşəng banketlər, xeyir işləri görmək olar. Divarın da üstü görürsünüz. Zaborun üstü kəmər atılıb çatlamaması üçün. Bir şey ki, özünə tikilən ev. Qoşadaş evimizdə sadəcə kondisioner, mətbəx mebeli, kombi qalacaq. Qiymət çox münasibdir bu ərazi üçün. Burada bir sot torpaq 30.000 manatdır. Hətta bu evin torpağı maya dəyərindən də aşağı qiymətə verir. 129.000 manatdan satışa çıxıb, real müştərilərə mütləq endirim olunacaq. Evimiz tam əşyasız satılır, amma super təmirə malik evdir. Heç bir iş görmədən də evdə rahat şəkildə xərc çıxmadan yaşaya bilərsiniz. Evin içinə daxil olaq. Evin içinə daxil olduq, hörmətli izləyicilərimiz. Bax, giriş hissəmiz 60 kvadratlıq kondisionerimiz qiymətə daxil qalacaq. Evin giriş sahəsi belədir. Çox belə möhtəşəm, qeyri-adi bir quruluşa, dizayna malik bir evdir. 2 yataq otağı, salon, mətbəx və sanitar qovşaq hamam otağı ayrı-ayrı olmaqla 130 kvadrat evin yaşayış sahəsi var. 30 kvadratlıq arka formasında giriş, salon hissəmiz. Yəni burada demək olar ki, belə desək olur dildə, yaşayış olmağına baxmayaraq evdə bir ədəd olsun, bir dənə də olsun belə təmirə aid pozuntu, cızıntı halı yoxdur. Bax, bu giriş isə qəşəng, çilçıraq, lüstr altı, qəşəng, super. Dizayn elə verilib ki, yəni hərəkətə mane olmayan mebellər də var. Görürsünüz, divan stol, TV stand burada, yemək masası burada. Geniş, super, 30 kvadratlıq salon. Buradan sol hissədə evin girişi, sol hissəsində 16 kvadratlıq mətbəx sahəmiz, öz həyətinə baxan pəncərələr, heç bir qonşu evi narahat eləmir. Mətbəx mebeldir, belə deyək, kombi, kondisioner, hətta ev sahibinin sizə sürprizi də olacaq sonda qiymətə daxil qalır. Burada da girişdə bax, bu cür qəşəng paltar şkaf asmaq üçün belə bir yer. Sanitar qovşaq, bura sanitar qovşaq giriş isə hamam otağı, döşəmədən isitmə. Hamam otağımız 5 kvadrata yaxın. Kafelər, bu kafelər bahalı kafelərdir. Bütün aksesuarlar da var. Yəni heç bir xərcə düşmədən evdə rahat şəkildə yaşayacaqsınız.
2 kvadrat 2'nin biri olan sanitar qoşaq məncə yetərincə sahə mövcuddur. Bu ərazidə su daim gəlir. Qazı, suyu, işığı, hər bir şəraiti var. Sadəcə bu radiator təmir olduğu üçün ustaya verilib və gün ərzində gətirib montaj olunacaq. 18 kvadratlıq bir yataq otağımız, öz həyətinə baxan arxa pəncərəsi. Qəşəng görürsünüz, bax burada qabaret mebellər var, klassik mebel, böyük mebel yerləşib boş ərazində özünüz görürsünüz. Aboylarımız çox bahalı aboy, 60-70 manata boydur. Kim gəlsə özü bunların göz şahidi olacaq. Qapılarımız keyfiyyətli qapı. Bax belə girişdə belə dekorativ lampalar, asma alçıbandan figurlar. Bu isə 4 yarımın 6 yarım, hardasa 28 kvadrata yaxın yataq otağımız. Burada da divar kağızları çox bahalı divar kağızdır. Və buradan da öz həyətinə baxır pəncərəmiz, hörmətli izləyicilərimiz. Sanitar qoşaq hissəyə, yola. Evimiz elə bir yerdə yerləşir ki, hörmətli izləyicilərimiz, rahat şəkildə 3-4 ticarət obyekti yaratmaq olar və o obyektlərdən rahat şəkildə ayda məsəl üçün 1000-2000-ə yaxın qazanc əldə etmək olar. Bu evin, bu torpağın yerləşmə mövqeyi bax bu cür vəziyyətdədir. Mən sizə yolu, magistral yolu göstərmədim. Gələndə fakt özünüz göz şahidi olacaqsınız ki, necə bir evdir. Pul qoysanız, xərc qoysanız, obyektləri işə salsanız, inşa eləsəz, rahat 2000 gəliriniz var evinizin içində. Belədir, hörmətli izləyicilərimiz. Evimiz 4 sotda, 3 otaq, 130 kvadrat yaşayış sahəsi, tam xüsusi mülkiyyət, paket, kupça, ipoteka, bank şərətlərinə yararlı bir sənədləri var, çıxarışı var. Şəxsi özü üçün istifadə üçün tikib, yaşayır. Hal-hazırda da çox gözəl şəraitdə yaşayıb və evimiz çox fərah, təmiz qalıb. 129 min manatdan satışa çıxıb, real müştərilərə mütləq endirim olunacaq. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.